Piyada getsə ondan ucuz başa gəlir, taksi ilə getsə ucuz başa gəlir. Nə qədər olsa sərf edərdi? Uzağı 50 manat. Çox pis, çox yüksək. 2019-cu ildə hərəkətdə olmuş qatarla müqayisəsi bu düzgün deyil. Son günlər ən çox müzakirə olunan məsələlərdən biri ADY-nin Bakı-Tbilisi qatarlarına tətbiq etdiyi qiymətlərlə bağlı idi ki, bəzi vətəndaşlar iddia elədi ki, qiymətlər daha yüksəkdir, daha çoxdur. Halbuki ADY-nin açıqlamasına bildirilmişdi ki, minimum qiymətlər 81 manatdan başlayacaq. Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə bir tərəfli biletlərin qiyməti 81 manatdan başlayır. Digər istiqamətlər üzrə minimum tarif isə Yevlax-Tbilisi marşrutunda 67, Gəncə-Tbilisi üzrə 62, Ağstafa-Tbilisi üzrə 57, Böyükəsi Qardabani istiqamətində isə 51 manat müəyyən edilib. Mənim dəqiq yadımda deyil, qabaq 30 manatıdır. Heç olmasa 50-60 manat olsun da. Çox bahadır. Adi vətəndaş piyada getsə ondan ucuz başa gəlir, taksi ilə getsə ucuz başa gəlir. Nə qədər olsa sərf edərdi? Uzağı 50 manat. Amma yəni düşünürəm ki, büdcəmizə uyğun deyil. Nə qədər olsaydı məsələn sərf edərdi həm digər vətəndaşlar? Belə 40 manat. Mən belə bir vətəndaş kimi 40 manat olmağını istəyərdim. Çox sağ olun, təşəkkür. Dövlət rəhbərləri bu barədə düşünürlər və xalqın da vəziyyətini yaxşı bilərək qiymətlərdə təyin edirlər. Siz necə düşünürsünüz? Yüksəkdir yoxsa normaldır? Mən düşünürəm ki, normaldır. Bugünkü təbəqədə yox. Bugünkü gündə yox, təsərrüf eləmir. Yəni məbləğ çoxdur. Münasib olsa daha yaxşı. Biletlərin qiyməti ilə bağlı vətəndaşların fikirləri isə birmənalı deyil. Bəziləri tarifləri yüksək hesab etdiyini və göstərilən minimum qiymətə bilet tapmağın çətin olduğunu bildirir. Digərləri isə beynəlxalq marşrut olduğu üçün qiymətləri normal sayır. Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları nümayəndəsi Bəxtiyar Hacıyev bildirib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin qiyməti beynəlxalq marşrutun xüsusiyyətləri, xidmət səviyyəsi və əməliyyat xərcləri nəzərə alınaraq müəyyənləşdirilib. 2019-cu ildə hərəkətdə olmuş qatarla müqayisəsi bu düzgün deyil. Niyə düzgün deyil? Çünki birincisi aradan 6 ildən çox vaxt keçib. Qlobal pandemiya, qlobal iqtisadiyyata təsiri, nəqliyyatı o cümlədən dəmir yol nəqliyyatına, dünya üzrə dəmir yol nəqliyyatının tarifləri 100%-dən çox artıb. Yəni bütün bunlar təbii ki, qiymətə təsir edir. Və biz düşünsək ki, artıq bu sərnişin qatarı təzə fəaliyyətə başlayıb və daha yüksək sərnişinlərə təklif olunur bu qiymət. Yox, daha yüksək məsələsi deyil. Gəlin burada bir məsələni nəzərə alaq ki, bu ölkə daxili marşrutdur. Bu beynəlxalq marşrutdur. Vətəndaşlar hesab edir ki, Bakı-Tbilisi xəttində reyslərin artırılması və köhnə qatarların istifadəsi biletlərin daha münasib qiyməti olmasına təsir edə bilər. Bəs gələcəkdə qatarların sayının artırılması nəzərdə tutulurmu? Bəli, ümumiyyətlə bu tələbdən çox şəxsidir. Yəni bu hələ birinci reysdir. Zaman və tələb məsələsi bu ciddi bir reallıqdır. Məsələn, bu gün tələbat olduğu üçün artıq ilk reys 6 vaqon yox, 7 vaqondan ibarət oldu. Yəni artıq bir əlavə vaqon qoşuldu. Bu qatarlarda ümumiyyətlə ikisi vaqon restoran olmaqda, 18-i də yataq tipli, sərnişinlərin sırf yatmağı üçün nəzərdə tutulan vaqonlardır. Qeyd edək ki, bugün Bakıdan Tbilisiyə ilk sərnişin qatarı hərəkət edəcək. Qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Abbas Ləsəd, Asim Zülfüqarov, Baku S.